İşlədiyim müddətdə həmin ili satış rekoru qıran bu göbələk şorbasını sizinlə paylaşmaya bilməzdim. Tüm xırda detalları ilə bunu sizlərlə bölüşürəm. Göbələklərin qabığını soyub biraz yuduqdan sonra bir tavada qeyri-bərabər hissələrə doğrayıb başlayın öz yağını düşənə qədər qovurmağa. Biraz duru yağ əlavə edə bilərsiniz. Bişirəcəyiniz qazanın içərisinə biraz kərə yağı, biraz duru yağ əlavə edin və 2 yemək qaşığı unu da qoxusu çıxana qədər qovurun. Yarım litr süd əlavə edin, südlə də açırsınız həmin unu. Daha sonra həmin südlü qarışım qaynadıqdan sonra göbələklərə əlavə edin. Qatlığını özünüz müəyyənləşdirin. Bundan sonraki prosesdə artıq qatlığını su ilə atacağıq. Duz, istiot və olmazsa olmazı muskat. Muskat göbələyin basqın qoxusunu aradan qaldırır, çox ləzzətli bir qoxu və dad verir. Çalışın belə qaynayanda dibi tutmasın, istədiyiniz formada blenderdan keçirə bilərsiniz. Sonda isə teksturasını və rəngini daha da açıq olması üçün biraz qaymaqdan istifadə edin. Budur, göbələk şorbamız artıq servisə hazırdır. Suxariklə servis edə bilərsiniz. Çox ləzzətlidir. Çalışın bir ədəd göbələyi də belə servis eləmək üçün üzərinə saxlayın ki, çox gözəl görüntü versin. Nuş olsun, göz haqqınızı halal edin. İndi isə siz deyin, göbələk şorbasını aramızda neçə nəfər sevir? Əslində göbələk mənim ən sevdiyim tərəvəzlərdən biridir, amma son dönəmlər göbələk yedikdə özümdə narahatlıq hiss edirəm. Sizcə bunun səbəbi nədir? Bilənlər rəylərə gəlsin.